Salam, hər vaxtınız xeyir olsun. Azad Region TV izləyiciləri, əziz həmvətənlər. 18 aprel 2026-cı il tarixində Azərquliyev adına Füzuran Alxanlı Kəndtam Orta Məktəbinin şagirdləri, müəllimləri ilə bərabər tarixi Azərbaycan torpağı, tarixi Qarabağ torpağı olan Azıq kəndinə, Azıq mağarasına ekskursiya edirlər. Bu bizim həm bir mənəvi borcumuzdur, həm mədəni borcumuzdur. Tariximizi yaşayıb yaşatmaq hər bir vətəndaşımızın borcudur. Bu sevinci, bu xoş arzuları bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah qazilərimizi, vətənimizin, elimizin uğrunu qoruyan əsgərlərimizi qorusun. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Qarabağ Azərbaycandır. Bəli, əziz dostlar, artıq qeyd elədiyim kimi şagirdlərin bir qismi artıq Azıq yüksəkliyinə qalxmaq üzrədirlər. Şagirdlərimizin demək olar sevincinin həddi-hüdudu yoxdur. Bu sevinci bizə yaşadan şəhidlərimizə Allahdan bir daha rəhmət dilərik. Uşaqlar demək olar yorulub. Ən hündür yüksəklikdən, hündür zirvələrdən biridir. Azıq zirvəsi, mağaraya gedən yol. Əziz dostlar, hələ ki şagirdlər yüksəkliyə qalxmaqda davam edir. Şagirdlərin içərisində tarix müəllimi Əliyev Naif müəllim buradadır. Bizə həll edir. Bəli, əziz dostlar, artıq çatdıq. Demək olar ki, mağaranın ən yüksək nöqtəsinə. Hələ də şagirdlərimizin bir qismi çatıb, bir qismi isə gəlməkdə davam edir. Bəli, anlamaq lazımdır ki, çox yüksək bir nöqtədir bura. Tarixi Azıq kəndi görsənir və digər kəndlərimiz buradan görsənir. Naif müəllim, vəziyyət necədir? Müəllim, yorucudur. Məqamımıza eləsin, haqlar ödənilməzdir. Ailələrinin qarşısında baş əyir. Bu da bizim tarixi məkanımız Azıq kəndi. Biz biraz nəfəsimiz daraldı, amma dəyər. Naim müəllim, bir sual vereyim. Buyur. Elə bu məqama gəlib çatmışıq. Hə. Biz zamanında orta məktəbdə, kitablarda, bir dərslikdə Azıq mağarası haqqında bir məlumat var idi. İndi universitet oxuduq, universitetdə də bir məlumat. Artıq bir müəllim kimi bir orta məktəbdə şagirdlərə tədris edir. Bu necə bir hissdir? Bu necə bir... Çox gözəl sualdır. Yəni, bəlkə də çoxdan gözlədiyimiz sualdır. Doğrudan da biz orta məktəb oxuyanda kitablardan, eyni zamanda orta məktəbdən sonra ali məktəbdə fakültəyə uyğun olaraq tarix fakültəsində oxuyanda yenə kitablardan həmişə arzumuz olub ki, praktik olaraq, canlı olaraq buralarda olmaq, burada görmək. Mən özüm bir neçə dəfədir bura gəlmişəm. Yəni, bu başqa bir hissdir. Bu, yəni, bir daha deyirəm, bunun şəhidlərimizin sayəsində əmələ gəlir. Onların qəhrəmanlığı, ordumuzun, bütün demək olar ki, Azərbaycan xalqının birliyi, bərabərliyi nəticəsində Ali Baş Komandanımızın rəhbərliyiyle. Bu başqa bir hissdir. Yəni, kitablardan oxuduğumuzu canlı olaraq görürük. Bəli, bildiyimiz kimi 1968-ci ildə bu mağarada araşdırmalar olubdur və Məmməd Əli Hüseynov, Azərbaycan görkəmli arxeoloqu və onun köməkçisi bizim müəllimimiz, sənin də mənim də müəllim olan Əsədullah Cəfərovun komandası, yəni onlar birlikdə burada arxeoloji qazıntılar aparmışlar və Azıq antropu, yəni Azıq adamını aşkarlamışlar. Hazırda Azıq düşərgəsindəyik. Bu da bizim xoşbəxtliyimizdir. Mən deyərdim ki, bəlkə də bölgə məktəbləri içərisində bir ilkədə imza atdıq ki,
bu günləri məktəbimizin müxtəlif siniflərindən olan, xüsusilə 8, 6, 9-cu siniflərindən olan şagirdlərimizi bura gətirmişik. Canlı olaraq tarixi burada görsünlər. Təşəkkür. Bəli, əziz dostlar, gördüyünüz kimi nəhayət ki, Azıq mağarasında şagirdlərin ekskursiyası davam edir. Şagirdlər öz sevincini görür. Bəli, gördüyünüz kimi uşaqlar şəkil çəkdirir. Naif müəllim də burada və tanışdı. Belə zamanında buranın çox həsrətini çəkmişik. Bir şagird olaraq, bir tələbə olaraq, bir müəllim olaraq artıq nəhayət ki, vətənimizin uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz el birliyi ilə bu torpaqları bizə qaytardılar, bu sevinci bizə yaşatdılar. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Əziz dostlar, Azərquliyev adına Alxanlı Kənd Tam Orta Məktəbinin şagirdləri və müəllimləri artıq bir ilkə imza atır. Naif müəllim Azıq mağarasında açıq dərs keçəcək. Bir neçə dəqiqədən sonra mən mikrofonu Naif müəllimə verəcəm. Naif müəllim dərsini izah eləsin. Uşaqlar, bu günləri biz Azərbaycan tarixinin və dünya tarixinin önəmli ən qədim düşərgələrindən olan Azıq düşərgəsindəyik. Biz müxtəlif dərslərdə bura ilə bağlı məlumatları öyrənmişdik. Yəni kitablardan, test tapşırıqlarından, digər vəsaitlərdən. Bu günləri çox xoş bir gündür ki, biz Azərquliyev adına Alxanlı Kənd Tam Orta Məktəbi, yəni Füzuli rayon Alxanlı Kənd Tam Orta Məktəbi praktik olaraq, canlı olaraq Azıq düşərgəsindəyik. Azıq haqqında bizim məlumatlarımız var, öyrənmişik. Bilirik ki, Azərbaycanın ən qədim düşərgəsidir və alt paleolit düşərgəsi hesab edilir və dövlətimiz tərəfindən də görürsünüz, bura qorunmaz olağına alınır, qorunur, inventar kimi. Bugün bizim xoşbəxtçiliyimizin, sevincimizin həddi-hüdudu yoxdur. Bunu biz gələndə yolda da dedik, şəhidlərimizə, dövlətimizə, ordumuza, xalqımıza minnətdarıq, onlara borcluyuq. İndi Azıqla bağlı biz istəyirik birlikdə bir neçə belə deyək, müzakirəli bir sual-cavab edək. Uşaqlar, Azıq düşərgəsindən tapılan tapıntıya alimlərimiz hansı adı vermişdir? Kim deyər o? Azıxanturov. Afərin, 18-22 yaşında qadına məxsus atça rəsmi. Bu nə zaman tapılmışdı? Yəni bu haqda elmə sübut olunmuşdu neçənci ildə və kim tərəfindən? Aha. 1960 neçənci il idi? Tofiq. 68-ci ildə. Bizim hansı alimimiz idi o? Məmmədəli Hüseynovun rəhbərliyi ilə bu həmin o tapıntı tapılmışdı. Dedik ki, bu düşərgənin tapıntısı azı dişli adam, Azıxanturov, Azıq adamı adında qiymətləndirilmişdi, adı verilmişdi dövlətimizin o vaxtki alimləri tərəfindən və hazırda da Qarabağın azadlığı bərqərar olduqdan sonra biz bura deməli canlı olaraq gəlirik, ziyarət edirik və sizləri də gətiririk. Biz həmişə deyirdik ki, qismət olsun dərslərimizdə yadınızdadırmı? Aşağı siniflərdə yəni deyirdik ki, Allah qismət eləsin gedək. Bu da bugünkü qismət, bugünkü belə deyək bizim xoşbəxtçiliyimiz. Yenə də deyirəm, Allah dövlətimizi qorusun, Allah millətimizin birliyi, bərabərliyi pozmasın. Bir daha buralara əsarət, işğal olmasın. Bunun da olmaması üçün bax sizlər, bizdən sonraki nəsil gələcək sizə biz həvalə edirik. Sizlər yaxşı oxumalısınız, tariximizi yaxşı bilməlisiniz. Dövlətimizi qorunmaq üçün lazım gələndə canınızdan keçməyə hazır olmalısınız. Elminizlə, mədəniyyətinizlə bütün dünyaya bizim tariximizi, bizim gerçəkliyimizi sübut etməlisiniz. Bu da gerçəklikdir və bizim bugünkü tariximizdir. Biz də burada ziyarətdəyik. Var olun, Allah canınızı sağ eləsin. Düzdür, yorucu oldu pəkərlərə çıxmaq. Bir də biz onlara təşəkkür eləyək ki, ey buranı alan oğlanlar, sizlər görün bura nə qədər əziyyət çəkib o çiyninizdə beşmeşox dolu silah, sürsat, eyni zamanda silahlar, ağır belə deyək silahlanmış əskərlərimiz, zabitlərimiz görün bura necə çıxıblar, necə buranı alıblar. Onlar gəldilər bura, buranı aldılar, azad elədilər ki, siz gələsiniz və canlarından keçdir. Allah şəhidlərimizin bir daha deyir, məqamınıza eləsin. Bütövlükdə burada deyirik, dövlətimizin bütün rayonlarına, bütün Qarabağımıza, bütün Azərbaycanımıza deyirik, təşəkkür edirik onların hamısına. Dövlətimizə sağ ol deyirik. Allah dövlətimizin başçısını qorusun və birlikdə deyirik Qarabağ. Afərin sizə. Sağ olun.